Geleceğinden. Dalgalar. Rəxtəni qaydı. Hissələni. Nokta. Öz cümlələr. Rəqsin fəzada yayılmasına dalga deyilir. Dalga birinci hissədə biz mexaniki dalga keçirik. İkinci hissədə elektromagnet dalgası keçirik. Yani eyni şey orada təzədir. Mexaniki dalgalar enine dalgalar ve uzunluğa dalgalar olarak iki yere bölünür. Elektromagnet dalgalar ise enine dalgadır. Yani uzunluğa dalga değil. Enine dalga. Elektromagnet dalgası bütün mühitlerde yayılır. Yani bərk cisimlərdə, mayelərdə, qazlarda və plus vakuumda da yayılır. Məsələn, biz indi inşallah onu keçəndə işıq dalgasını keçəcəyik. Enine dalgalar, yani mexaniki dalgalar. Enine dalgalar ancaq bərk mühitlərdə yayılır. Uzunluğa dalgalar, bərk, maye ve gazlarda yayılır. Her ikisi yani mexaniki dalgalar vakuumda yayılır. Vakuumda yayılır. Enerji daşınması da baş verir. Enerji daşınması baş verir. Şimdi enine dalgalar, uzunluğa dalgalar nədir ondan baxaq. Uzunluğa dalga olarak da biz götürürük. Belə desək, mexaniki dalgalardan səs dalgası. Yəni səs dalgası haqqında danışır. Enine dalgalar. Dalganın yayılma istiqaməti ilə zərrəcərin hərəkət istiqaməti bir-birinə perpendikulyardır. Enine dalgalar misal olarak görsədə bilirsiniz nə? Bu tünəcər zanında ifadə belə eləyir. O enine dalgalardır. Çünki onlar bu formada belə desək, bu formada hərəkət edir. Nəticədə bunun yayılma istiqaməti sağa doğrudur. Üzərindəki ola bilir zərrəciklər deyək. Yəni məsələn üstünə bir dənə məsələn bir şey qoysanız, belə ilə o yuxarı aşağı düşəcəkdir. O formada. Bax yuxarı perpendikulyar olur həmin yayılma istiqamətini. Uzunluğa dalgalar isə seyrələşmə və sıxılaşma nəticəsində yaranır. Məsələn, prujunu dartırsınız, bırakırsınız. Prujun dartılır, sıxılır, açılır və bu formada dalga yayılma istiqamətini göstərir. Dalganın yayılma istiqaməti ilə zərrəciklərin istiqaməti üst-üstə düşür. Sıxlaşma və seyrələşmə. Məsələn, sıxlaşır və yaxud da seyrələşir. Sıxlaşma və seyrələşmə nəticəsində yaranır. Bu enine dalga və uzunluğa dalga. Dalganı xarakterize edən kəmiyyət dalga uzunluğudur. Dalganı xarakterize edən kəmiyyət dalga uzunluğudur. Dalga uzunluğu Liam tərifi ilə işarə olunur. Dalga uzunluğunun tərifi nədir? Bir periyod ərzində dalganın yayıldığı məsafəyə dalga uzunluğu deyilir. Dalganın yolu, yəni dalganın getdiyi yol, S bərabərdir V vur balaca T'dir. Dalganın getdiyi yol budur. İndi dalga uzunluğunun tərifinə qaydırıq. Deyir ki, bir periyod ərzində dalganın getdiyi yoldur. Bir periyod, yəni balaca T böyük T'yə bərabər olanda sizdə S bərabər olur Liam'dir. Yəni Liam da bərabər olur V vurulsun böyük T'yə. Bu dalga uzunluğunun düsturudur. O da bərabərdir V bölünsün N'yə. O da bərabərdir V vurulsun T'nin yerinə T bölünsün N'də yaza bilərsiniz. Dalga uzunluğunun vahidi metrdir. Düsturdan V'ni tapsaq, Liam da bölünsün T və yaxud da Liam da vurulsun N'yə. Bu isə dalganın mühitdə yayılma sürətidir. Yayılma sürəti nədən asılıdır deyə sual düşür. Dalganın yayılma sürəti mühitin xassələrindən asılıdır. Mühitin xassələrindən asılıdır. Bu nə deməkdir uşaqlar? Əgər mühit dəyişmirsə, baxın uşaqlar, əgər mühit dəyişmirsə,
Ona deyirlər bir cism mühit. Yəni bir dənə mühit, eyni bir mühitdirsə, onda sürət sabit qalır. Yəni sürət konstant. Yəni sürət sabit qaldığına görə lambdadan, nüdən və t'dən asılı deyil. Amma düsturlara görə lambda t ilə düz, lambda nü ilə tərs asılıdır. Düsturlara görə. Əgər yoxuşarlar, mühit dəyişirsə, yəni bir mühitdən digərinə keçiriksə, yəni mühit sabit deyilsə, onda lambda sürətlə düz asılı olub, onlar sabit deyil. Yəni dəyişəcək. Amma periodla tezlik sabitdir. Ən önəmli hissə budur. Elektromagnetik dalğasında da belədir. Həndəsi optikada da bu var. Plus dalga optikasında da var. Bir mühitdən, bax bunu yazıram. Bir mühitdən digərinə keçirsənsə, onda lambda v-dən asılı olaraq, düz asılı olaraq dəyişəcək, amma period və tezlik konstant qalacaq. Məsələn, səs dalğasının ən böyük sürəti bərk cisimlərdədir. Polad, dəmir, yəni ən böyük sürət bunlardadır. Sonra mayelərdədir. Kerosin, spirt, su. Sonra isə qazlardadır. Yəni məsələn hava. Yəni ən böyük sürət bərk cisimlərdir. Sonra mayelərdədir, ən kiçiyi də qazlardadır. Məsələn, deyirsə sizdə səs dalğası sudan havaya keçirsə. Bax, sudan havaya keçir. Su maye halıdır, hava qazanır. Mayədən qaza keçirsə, mayədən qaza keçirsə sürət azalır. Deməli, sürət azalır. Dalğa uzunluğu azalır. Düz mütənasibdir. Tərsinə olarsa, havadan suya keçərsə, onda sürət artır, dalğa uzunluğu artır. Amma hər iki prosesdə, bax uşaqlar, hər iki prosesdə period və tezlik dəyişmir. Sabit kəmiyyət. Bax, hər iki prosesdə period və tezlik sabit kəmiyyətdir, dəyişmir. Yəni bunlar sizdə düşür. Bir mühitdən digər mühitə keçidlərdə period və tezlik dəyişmir. İndi biz dalğanın digər xassələrində keçəcəm. Amma burada yazmayayım. Mən silin, sonra yazacağım. Deməli uşaqlar, bir x-in t'dən asılı vardı, yazıda gəlir. X-in, buraya yazıram, x-in, yəni yer dəyişmənin t'dən asılı var. Burada 4 dənə sayırdı. Burada duran ədəd deyirdik ki, perioddur. Burada duran ədəd də x-in. Bir də uşaqlar, x-in r-dan asılı və yaxud da l-dan, məsafədir bu ki. Bir var zamandan asılı, bir var məsafədən asılı. İndi burada necədir uşaqlar? Məsafədən asılılığı veriləndə 4 dənə sayırsız. Burada duran ədəd, yəni bax buradan bura qədər olan bu məsafə var. Bu məsafə artıq sizdə lambdadır. Deməli bax x-in t-dan asılığı veriləndə perioddur, x-in r-dan və yaxud da l-dən asılığı veriləndə isə o hissəsi də dalğa uzunluğu. Siz buradan lambdanı tapdıqdan sonra v vur t və yaxud da v bölünsününü düsturlarından istifadə edib tezliyi, periodu və yaxud da sürəti tapa bilərsiniz. Buradakı bax bu hissələr var. Bax bu hissələr deyirlər təpələr. Bax bu hissələr deyir təpələr. Bu hissələr deyirlərsə çökəkliklər. İndi məsələn bax bu birinci təpə deyək. Məsələn bu da üçüncü təpə deyək, değil mi? Bax bu birinci təpə. Bu da ki üçüncü təpədir. Yəni burada duranda lambdadır. Bu lambdanın düzdür hamısı nöqtə qoyduq. Biraz qaralayayım. Bax lambda bu məsafədir. 4 dənə sayırsınız bu lambdadır. İndi baxın uşaqlar. 1 ilə 3-ün arasındakı məsafəyə baxalım. 1 ilə 3-ün arasındakı məsafə, ya da bunu təzdən çəkin, sonra qarışmasın. X-in r-dan asılı.
Bax bu birinci təpə, bu da üçüncü təpə. Aralarındakı məsafədə bax budur. Bax bu aralarındakı məsafə. İndi bu arasındakı məsafə nəyə bərabərdir? Uşaqlar baxaq. 1, 2, 3, 4. Bura qədər 1 liyamdadır. Baxın uşaqlar. Bura qədəri oldu 1 dənə liyamda. Bax bu 1 liyamda. Buradan sayıram. 1, 2, 3, 4. Bax bura qədər də oldu sizdə artıq 1 dənə də liyamda. Deməli 1 ilə 3-ün arasında neçə dənə liyamda var? 2 dənə liyamda var. Yəni belə desək, aralarındakı məsafə bərabərdir. 3 çıxılsın, 1 vurulsun liyamda. Bizdə indi məsələn birinci təpə ilə 10-cu təpə arasında neçə liyamda var deyəndə da 9 liyamda yazacağıq. Çünki də onları bir-bir həmin 9 dənə təpə çəkim, sonra da 1 ilə 9-un arasında neçə dənə liyamda var onu saymayacaq. Yəni belə desək, qısa şəkildə desək, M və N təpələri və ya çökəklikləri arasındakı məsafəni tap deyəndə M çıxılsın, N vurulsun lambda. Yenə də burada lambdadan, yəni təkcə lambdanı tapmırsınız. Çünki sizin misallarda oradan lambdanı tapıb V-ni və yaxud da T-ni və yaxud da N-ni istəyir. Düstur budur. Yerinə qoyub yazarsınız. Bax bu bizdə oldu. Belə desək, təpələr və çökəklər arasındakı məsafə. Bir də var ki, uşaqlar fazalar fərqi. Yəni fazalar fərqi var, eyni faza var, bir də əşsiz faza var. Fazalar fərqi nədir? Fazalar fərqi deyəndə delta fi nəzərdə tutulur. Delta fi bərabərdir 2pi bölünsün lambda vurulsun delta r. 2pi bilirsiniz 360 dərəcədir. Lambda da fikir verdiniz 360 dərəcə bərpa olunan dalğa uzunluğudur. Yəni bir müəyyən verilmiş bucağa düşən məsafəni istəyir. Yəni belə desə, məsələn 60 dərəcəyə uyğun gələn məsafəni istəyir. Yenə deyirəm, amma 2pi'yə uyğun gələn məsafə dalğa uzunluğudur. Bax fikir verin 2pi. Bax sahədə, bax bura fikir verin. 1.90, 2.90, 3.90, 4.90. 2pi'yə uyğun gələn məsafə lambdadır. Amma özü 60 dərəcəyə, 30 dərəcəyə uyğun gələn məsafə isə delta r'dir. Delta r iki nöqtə arasındakı məsafədir. R2 çıx, R1'dir. İki nöqtə arasındakı məsafədir. Tənasüblə də yaza bilər. Sonra görə deyirəm. Məsələn, dalğa uzunluğunu verərlər. Deyərlər ki, məsələn 60 dərəcədəki məsafəni tapın. Yazırsınız 2pi'yə uyğun gələn lambdadır, 60 dərəcəyə uyğun gələn delta r'dir. Oradan tapa bilərsiniz. Və delta r'i tapa bilərsiniz, lambdanı da tapa bilərsiniz. Lambdanı tapdıqdan sonra bu kəmiyyətləri də tapa bilərsiniz. Ya da ki, yox, elə mən tənasüb istəmirəm, düstur istəyirəm, düsturu budur. Yerinə qoyub istədiyiniz tapa bilərsiniz. İki nöqtəsi arasındakı məsafədir. Delta r'in vahidinə gəldikdə, delta r'in vahidi metr. Delta fi'nin vahidinə gəldikdə isə, onun vahidi radiandır. Dərəcə ilə verilsə, əgər düsturla yazırsınızsa, onda dərəcə ilə veriləcək, siz onu radiana çevirməlisiniz. Yəni, məsələn, sizdə alfa dərəcə verilibsə, onu radiana çevirməlisiniz. Pi böl 180 vurulsun alfa radiana bərabər. Yəni 60 dərəcəni radiana çevirsə olur pi bölünsün 3. Yəni radiana çevirib aparıb burada yerinə qoymalısınız. Yəni bu bizdə oldu fazalar fərqi. İndi uşaqlar, burada geniş şəkildə düzdür, dalğa optikasının işidir. Burada qısadır. Delta r lambdaya bərabər olarsa, bu eyni fazadır. Delta r lambdaya bərabər olarsa, bu eyni fazadır. Delta r'in yerinə lambda qoysaq, lambdalar ixtisar edir, delta fi bərabər olur 2pi'yə. Bu eyni fazadır. Əgər delta r lambdanın yarısına bərabər olarsa, bu olur əks faza. Yenə deyirəm, geniş şəkildə keçəcək bunu. Əks faza. Bunu da gətirib burada delta r'in yerinə qoysa, lambdalar və 2'lər ixtisar edir, delta fi bərabər olur pi'yə. Burada da yenə lambda eyni düsturdur. V vur T və yaxud da V bölünsün N-yə. Eyni fazanı və yaxud da əks fazanı qrafikdə də soruşurlar. Necə? Məsələn, x-in r-dan asılığı, yəni məsafədən asılığı verilir. Məsələn, bu A nöqtəsidir. Burada 1, məsələn, burada 2, burada 3, məsələn, burada 4. Soruşur ki, aynen eyni faza A ilə əks faza. Eyni fazada, uşaqlar, eyni fazada dalğa uzunluğunun tam misilləri olmalıdır. Yəni beləcə 1, 2, 3, 4 və s. Dalğa uzunluğunu. Yəni başlayırsan A nöqtəsindən saymağa.
Dalğa uzunluğu da ne idi? 4 tane sayırdı. Sayıram. 1, 2, 3, 4. Düz düşür 4'e. Deməli, aynən eyni fazı olan 4'dür. Loru dildə baxmaq istərsəz, aynən eyni tərəfdə olanlar, düzdür, həmişə doğru deyil, amma belə verilən misallarda həmişə sadə misallar verirlər. Aynən 4 eyni fazadır. Əks fazada isə 2'ye bölünür. Yəni yarısını sayacaqsan. Yəni 2 dəfə sayacaqsan. 1, 2. Bu da düşür 2'ye. Əks faza olan isə 2. Bu da oldu sizdə fazalar fərqi, eyni faza və əks faza. Bu da qurtardı. İndi isə gəlirik sizdə beləsə səs dalğasının yüksəkliyi. Səs dalğasının yüksəkliyi uşaqlar tezlikdən asılıdır. Səs dalğasının yüksəkliyi tezlikdən asılıdır. Tezliyi böyük, omegası böyük, periodu kiçik olanlara deyirlər yüksək tonlu. Yüksək tonlu. Tezliyi kiçik, omegası kiçik, periodu böyük olanlara deyirlər zəif tonlu. Zəif və yaxud da alçaq tonlu. Bax, bu sizdə olur səs dalğasının yüksəkliyi və periodu dəmənlidir. Görək, salam əleykümdən təəssüs. Buna misallar iki tipdə düşür. Bir, məsələn, tənliklə verilir. Məsələn, x1 bərabərdir 10, məsələn, kosinus 6 pi-t. x2 bərabərdir, düzdür, sizdə 5 variantda verilir. Çünki A, B, C, D, Y. 18, məsələn, kosinus 3 pi-t. Tənliklə veriləndə omegaların bilmək kifayətdir. Bunun omegası 6 pi-dir, bunun omegası da 3 pi-dir. Yəni, birincinin omegası ikincidən böyük olduğuna görə birincisi yüksək tonludur, ikincisi alçaq tonludur. Yəni, bunu bu formada tapa bilirsiniz. Bir də var ki, qrafiklə veriləndə, onda perioda əsasən əldə edirsiniz. Məsələn, xüsusən T'dən asılığı verilir. Məsələn, bunun periodu verilir. Məsələn, deyək ki, 12, bu birincisi, ikincisi. Bunun periodu verilir, məsələn, 8. Yəni, birincinin periodu 12, ikincinin periodu, məsələn, 8. Birincinin periodu ikincidən böyükdür. Periodu böyük olan zəif tonludur. Deməli, bir zəif tonludur, ikincisi periodu kiçikdir, tezliyi böyükdür, yüksək tonludur. Yəni, tənliklə veriləndə və yaxud da ki, beləsə qrafiklə veriləndə. İndi, uşaqlar, burada qaldı bir dənə hissə, ultrasəs və infrasəs, bunu da yazmaya ehtiyac. Ultrasəs tezliyi 20.000 Hz-dən böyük olanlara deyilir. İnfrasəs isə tezliyi 16 Hz-dən kiçik olanlara deyilir. Məsələn, bu ultrasəs delfinlərdədir, yarasalardadır. Məsələn, deyiləri yarasalar görmürlər. Yəni, yarasalar dalğa buraxır. Dalğa qabaqdakı maneə dəyir və maneə dəyib geri qayıdır. Maneə dəyir və geri qayıdır. O geri qayıdanda özü hiss edir ki, qabağında maneə var və dönür sağa sola. Və o hər döndükcə o dalğanı buraxır. Trollaya bilərsiniz. Yəni, birinci yarasa gələndə boş buraxın qabağın, dalğanı buraxsın ki, qabağında maneə yox. Yaxınlaşan ki, bir esik qoyun, girsin oraya. Və belə işte bunu trollamış olursunuz. Eləməyin yarasadır. Yazıqdır. Bir də var orada əks-səda. Yəni, gedir, geri qayıdır səsin. Səs dalğasının maneədən geri qayıtmasına əks-səda deyilir. Əks-sədada da gedib qayıtdığına görə, məsələn, obyektin, beləcə obyektə qədər olan məsafə ən çox da bu istifadə olunur dənizlərin dərinliyini ölçmək üçün. Dənizin dibinə göndərirlər ultrasəs, gedir və o geri qayıdır. Bax, gedir və geri qayıdır. Ona görə gelib qayıtdığına görə dənizin dərinliyi S bərabərdir VT bölü 2. Yəni 2'ye bölünməsinə səbəb odur ki, sən bunu elə bir göndərsən, beləsə top deyək də, topu atıram aşağı, gedir təzədən əlimə qayıdır. Sən ondan sonra saata baxırsan. Ona görə gedib gəlmə müddətləri yarıya bölüb tapırsan. Yəni bir dəfə gedən dərinlik lazımdır. Ona görə VT bölü 2 üstünə hesablanır. Yəni bu əks-səda zamanı obyektlərə qədər olan belə də məsafəni daha çox da yenə deyirəm, dənizin dərinliyini ölçmək üçün istifadə olunur. S bərabərdir VT bölü 2. Bitti. Bu qədər.